Mənim vəzifəm yaşam koçu və ixtisas, yaşam koçuna bağlı olan ixtisas Reikidir. Reiki o deməkdir ki, insanda olan çakralar var. Məsəl üçün belə deyim, ruhun problemləri. Ruhun problemləri odur ki, sənin mənfi durğunluğun var, mənfi enerji var, ağırlıq var, əməl cadu var və onu o çakralarla, əl işarəsi ilə onu müalicə edə bilirəm. O əməli cadunu götürə bilirəm. Budur. Belə deyim, kimsə sevirsə, ayrılıb, onun ağrısını çəkir və onun ürək çakrası var. Onu ilə götürə bilirəm. Baş ağrıları olursa, baş ağrılarında belə deyim, çakra var. Beyin çakraları, onu da götürə bilirəm. Həm də mənim bir vəzifəm də psixoloji. Psixoloji köməyim də budur ki, bir insan mənə müraciət edir ki, mənim əsəblərim pozulub, mənim problemlərim var, o problemlərdən çıxa bilmirəm, əziyyət çəkirəm, özümü öldürmək istəyirəm, borcum, xərcim var və mən buna psixoloji yardım edirəm. İndi də keçirik əsas məsələyə, hər kəsin gözlədiyi, öncə görücü deyilən bir şey, o ekstrasens mövzusuna. Və ekstrasens o deməkdir ki, mən insana baxanda onu hiss edirəm, keçmişini hiss edirəm, indikini hiss edirəm, gələcəyini hiss edirəm. Özüm ilahiyyatı bitirmişəm. Quranı oxuya bilirəm. Məsəl üçün belə deyim, gəlirsiniz mənim yanıma, deyirsiniz mənim işlərim yaxşı getmir. Ya bəxtim bağlanıb, hər şey Allahın əlindədir. Qisməti Allah yazır, yolu Allah açır. Əl məndən səbəb Allahdan deyilən bir şey var. Mənfi qüvvələrə, caduya heç özüm də inanmıram pis şeylərə. Heç bu Quranda da belə bir şeylər yoxdur. Məndə ekstrasenslik deyəndə məndə elmləndir. Mən özüm ilahiyyat bildiyimə görə, Quranı bildiyimə görə və Quranda məsəl üçün belə deyim, ailədə problemlər varsa, İsra surəsi var Qurani-Kərimdə, hələt eləən insan həynimin əlində bu ayəni məsəl üçün yazıram müşqəmbərlə. İnsan var ki, hiss edirəm ki, bu insanda mənfi enerji özündə olmur, panik atıqlıq olur və buna ağırlıq var bunun üstündə. Bunu reiki ilə də götürə bilirəm, dualarla da götürə bilirəm. Açığı bu barədə çox danışmaq istəmirəm. Kimin bu barədə nə problemi varsa, müraciət edə bilərlər. Əlimdən gələn köməkliyi eləyərəm. İnşallah, əl məndən səbəb Allahdan.